Hə, gəl otur. Əslində nə məntiq elmində, nə də fəlsəfə elmində, ümumiyyətlə kəlam elmində heç bir fayda, heç bir xeyir yoxdur. Çünki əgər xeyirli bir şey olsaydı, faydalı bir şey, lazımlı bir şey sahabələrin vaxtında olardı. Vallahi sahabələr ən xeyirli nəsil, yox, ən xeyirli insanlar. Bu elmdən heç bir şey bilməyib ölüblər. Çünki bu elm sonradan, onların dövründən sonra çıxdı kəlam elmi. Zındıqlar çıxdılar, peyda oldular və bu elm gəldi, Yunan fəlsəfəsi və s. yayıldı. Əl-mühim, onların vaxtında olan elm nə idi? Allah dedi, Rəsulu dedi və salam və sahabələr dedi. Yəni sahabələrin dövründə tabinlər və onlara tabi olanlar, ətbə tabinləri dövründə, əhdində, zamanında olan elm Allah dedi, Rəsulu dedi, sahabə dedi. Elm budur. Ona görə o nususda varid olan şeylər yoxdur. Elm, elmin fəziləti, kim elm öyrənərsə, elm ardınca çıxan, nə qədər elmin üzərinə tərtib olan savablar, mükafatlar yoxdur. Elm. Hansı elmlə gedir söhbət? Kəlam elmi, məntiq fəlsəfə. O elm bizə sahabələrdə yox idi, onlar bilməyiblər. Onda heç biri nail olmayıb o mükafata, o fəzilətə. Bunlar hamısı batildir, boş-boş şeylərdir. Ona görə İmam İbn Qeym rahimehullah Nuni əsərində deyir ki: "El-ilmu qalallahu, qala rasuluhu, qala sahabetu, hum ulil irfani." Elm Allahın dediyi, Rəsulun dediyi, sahabələrin dediyidir. Onlar idi deyir irfan sahibi, haqq sahibi deyir. Ona görə bir elm ki, orada Allah demir, Rəsulu demir, sahabə demir, o elmdə xeyr ola bilməz. Sən get bax misal üçün kəlam elminə, fəlsəfə elminə, məntiq elminə. Yazıblar kitablar, cildlərlə, tonlarla kitablar yazıblar. Məsələn, kəlam əhli. Əqidə, kəlam əhlində əqidə necədir? Nəyin üzərində bina edilib, nəyin üzərində qurulub? Məsələn, əşarilərin əqidəsi nəyin üzərində qurulub? Kəlam elmi üzərində, məntiq fəlsəfə üzərində, düzdür? Əl-mühim, bunları hamısını bir cəm edir nə? İlmul kələm, kəlam elmi. Əqidə kitabları yazıblar, vallahi. Əqidə kitabları yazıblar. Yox. Hamısı kəlamdır. Elə şeylər təqdim ediblər ki, cəmaata, o şeylər sahabələr deməyiblər. O şeyləri Allahın Rəsulu deməyib, sahabələr deməyiblər və tabinlər o şeyləri deməyiblər. Hamısı xalidir. Allahın Rəsulunu, sahabələrin dediyi şeylər onların kitablarında vallahi tapmırsan axı. Onların kitablarında tapmırsan. Sahabə cəvhər deməyib, ərad deməyib, təsəlsül deməyib, əksət, nə bilim, cism deməyib, filan. Bu onların dəndənəsidir, onların üsuludur. Bunun üzərində bina ediblər elmi. Kəlam elmi bunun üzərində bina olub. Hansı ki, sahabələr bu şeyləri bilməyib ölüblər. Ona görə o şeydə, o elmdə xeyr yoxdur yəni. O elmdə zərrə qədər də xeyr yoxdur. Muhammed Xəlil Hərras eşitmiş Zemil, vasitiyən şərh edən Muhammed Xəlil Hərras, Allah rəhmət eləsin, Əzhar Universitetini qutarır. Dəvət və Usulüddin fakültəsini. İxtisası məntiq olur, fəlsəfə, kəlam elmi. İxtisasıdır. Qutarır Əzharı bu fakültədə, Usulüddin, Dəvət və Usulüddin fakültəsini. Sonra doktoraya nail olmaq üçün risalə yazmalıdır, risalə təqdim edirsən. Yox. Bu məşvərət eləyir. Adətən risalə yazanlar məşvərət eləyirlər. Nə yazaq, hansı mövzuda filan. Buna deyirlər ki, bir nəfər var, yuqalu ləhu İbn Teymiyyə. Adı İbn Teymiyədir, İbn Teymiyyə deyirlər ona. Sənin ixtisasının düşmənidir, deyir. Məntiqin, kəlam elminin, fəlsəfənin düşmənidir. Bəlkə elə ona rədd yazasan risaləndə. Yəni, risalə bu olsun. Həm də deyir, öz ixtisasını
müdafiə etmiş olarsan. Və sevinir. Kimdir o görəsən? Düşmən. Mənim ixtisasımın düşməni. Məntiqin düşmənidir deyirlər. Fəlsəfənin düşmənidir. Və deyir, ona kimi deyir, haqqında heç nə eşitməmişdim deyir. Oturur, yığır, sən indi risalə yazırsan, bütün kitablarını yığmalısan şəxsin. O adama rədd edirsənsə, kitablarını cəm etməlisən. Deyir, o vaxtda Qahirədə şeyxin kitabları az idi. Sonradan olan kimi deyildi. Və deyir, bütün kitablarını yığdım, 3 ay oxudum, diras elədim deyir, kitablarını deyir. Diras elədim, 3 ay oxudum, dedim ki, özümə, sən demə bu günə qədər həqiqi elmdən payım yoxdur deyir. Elm deyil yəni. Və şeyx sələfi olur. Və vasitiyyəni şərh eləyir. Aqidə vasitiyyəni, İbn Teymiyəni. Nə demək istəyirəm, şəhid hissəsi? Deyir, bu günə qədər mənə bəyan oldu ki, həqiqi elm Allah və Rəsulunun dedikləridir. Bu elm deyil, bu elm sayılmır yəni bizim bu baş vurduğumuz. Ona görə fikir versəniz, əksər kəlam elmi ilə məşğul olan alimlər, əvvəlcə qədimdə olan və sonradan gələnlər, imamlar, böyüklər. Onlar ömürlərinin axırında peşman olublar həyatda tutduqları yola. Peşman olublar. Ölüm ayağında peşman olub, qayıdıb elə sözlər deyiblər ki, vallahi, kəş ki məşğul olmazdım, kəş ki filan. Həqiqi elm Allah Rəsulunun dediyi elmdir. Biz də ondan heç nə götürməmişik. Yəni boş-boş vaxtımızı itirmişik. Kəş ki bədəvi ərəbin etiqadında ölərdik. Onlar belə şeylər eşitməmişdilər. Sağlam fitrət üzərində idilər. İllərimizi buna sərf edilib. Yəni onlara bəyan olub ki, sonda həqiqi elm doğrudan da Allah və Rəsulunun dediyi şeylərdir. Bizim bu məşğul olduğumuz şeylərdə bunlar heç biri yox idi. Kəlam elmində belə şeylər yoxdur. Həqiqi elm Allah və Rəsulunun dedikləridir. Bu elmdir. O da Əhlüsünnə və Cəmaənin etiqadındadır. Amma bidət əhli, kəlam əhli, hamısı kim ki kəlamla məşğul olur, onlar kitablarında belə şey tapmarsan. Az qala vallahi kitablarında hədis tapmaq olmur. Hədis nədir? Allahın Rəsulunun dediyi. Az qala tapmaq olmur. Az qala tapmaq olmur. Ona görə o elm sayıla bilməz. Allahu ələm.